Salam, axşamınız xeyir, əziz izləyicilər. Görüş zamanı proqramında xoş gördük sizləri. Bugünkü görüşdə Təbrizdən dostumuz, qardaşımız, şair, bəstəkar, müğənni Rıza Qarabağlıdır. Salam Rıza bəy, hər vaxtınız xeyir. Salamlar, əziz Namiş bəy. Hər vaxtınız xeyirli olsun. Mən bütün tamaşaçılarımızı ki, bu yayıma baxırlar, salamlayıram. Hamıya hər vaxtınız xeyir deyirəm, xoş anlar arzulayıram. İnşallah bu yayım gözəl olar və faydalı sözlər yəni aramızda paylaşılar. İnşallah. İlk öncə Rıza bəy, belə bir sual vermək istəyirəm. Biz sizi gözəl tanıyırıq. Amma bizi izləyənlərin də sizi tanıması üçün özünüz haqqında az da olsa məlumat verin. Tamaşaçılarımız da sizi tanısınlar. Buyurun. Mən Məhəmmədrıza Əzimzadə Qarabağlıyam ki, mahnılarımda Rıza Qarabağlı adı yəni qoymuşam ki, qıssa olsun və yadda qalan olsun. Mən 1959-cu ilin iyun ayında Təbriz şəhrində anadan olmuşam. Orta məktəbi bitirəndən sonra musiqi məktəbinin olmadığına görə o zaman və mənim əlaqəm musiqiyə çox olduğuna görə şeirə bu yəni təhsilatımı davam etdirə bilməmişəm və şəxsi işlərə məşğul olmuşam ki, bəzi məsələ şirkətlərdə məsələ bir yerdə elektrik sahəsində işləmişəm, bir yerdə məsələ sonra bu alış-veriş işlərinə də məşğul olmuşam. Ancaq ki, o çətin günlərimdəki olub həyatımda eləyə bilmişəm ki, musiqidən ayrı düşməyəm, əncümənlərə, tədbirlərə gedə bilməsəm də, özüm yəni şeir, qəzəl yazmışam, necə deyərlər, mahnı yazmışam. 30 ildən çoxdur ki, mən mahnı yazıram və onun belə dəftərimdə qalırdı. Amma getdikcə onları yəni stüdyoda başlamışam, yazdırmışam. Bir neçə dənəsini, məsələn, 5-10 dənəsini oxuya bilmişəm. Mali durumumun yaxşı olmadığına görə hələ çoxu var ki, hələ mahnılarımdan qalır. Mən uşaqlıqdan atam Məkkəyə getmişdi. Qaydanda hər kəsə bir şey gətirmişdi. Mənə də bir radio gətirmişdi. Mən çox kiçiydim. 10-15 yaşım olardı. Amma mən o radioda dalğaları belə gəzəndə Bakı radiosu çıxmışdı önümə ki, elə uşaqlıqdan, yəni hətta lap o kiçik zamanında ki, evdə bir böyük radio var idi, bu yəni lampla yanardı, işığı gələrdi, yadıma gəlir. Onda hətta evdə qardaşım, atam olmayanda mən bir şey qoyardım ayağımın altına, uca yerdəydi. Çıxıb orada Təbriz radiosunu açıb və öz ədəbiyyatımıza, bayatılara, mahnılara qulaq asardım. Sonralar ki, 10-15 yaşımda olanda atam o radionu gətirdi Məkkədən. Mən o radioda, yəni Bakı radiosunu tutub və orada məsələ gördüm ki, məsələ gecə saat 10 idi, gördüm bir səs gəlir ki, biri var idi, biri yox idi. Yəni o zamandan mən yəni Bakı radiosuna doğrudan aşiq oldum elə. Çünki bir hissiyyat var idi mənim canımda, qanımda ki, öz dilimiz çox gözəldir və ana dilimizə aşiq kimi o radioya mən qulaq asdım. Sonralarda da yəni hər an o radio ilə baxmayaraq ki, səsi radionun gedirdi, gəlirdi, başqa səslər qarışırdı onun səsinə, amma elə qulaq asırdıq, saat
1-də, məsələn, nahar saat 1-də muğam saatları olurdu. Ona qulaq asırdım. Kasetə köçürürdüm və çoxlu kaset almışıq o zaman. Azərbaycan yəni mahnıları ki, yəni bizim qanımızda, baxın, indi sizə kaset göstərirəm. Bunları mən o zaman almışam. Aynen. Zeynəb xanım Xanlarova. Yəni indi o pul ki mən buna vermişəm, almışam, ona bir dənə belə şokolad vermirlər. Baxın, məsələ Şövkət xanım Ələkbərova. Qalır yəni. Əbülfət Əliyev. Ya sonralar, məsələn, bu Nisa xanım Qasımova. Maşallah, maşallah. Sonralar da, məsələ, Türkiyə mahnıları da qulaq asanda, məsələn, Müəzziz Ərsoy. Vay vay. Baxın, etmişik, qoymaya, gizlincəndə olsa Müəzziz Ərsoy. 3 dənə mahnı bir yerdə. Yəni kaset. Yəni musiqi əslində mənim qanımda idi və gözəl musiqilərə qulaq asmaq səbəbindən beynimə gözəl, necə deyirlər, ilham indi gəlir. 30 ildən çoxdur gözəl mahnılar yazıram. Təəssüflə mahnılar elə qalmışdı. 5-10 dənəsini indi stüdyoda yazdırmışam, amma mali durumum əgər yaxşı olsaydı mənim, mən inanın ki, ayda bir dənə gözəl mahnı, lirik mahnılarım var ki, baxın, vətən haqqında, elimiz haqqında, dilimiz haqqında, məhəbbət mahnıları, hər sahədə mahnım var ki, indi hələ qalıbdır, eləyə bilmirəm onları, stüdyoda yazdıram. Rıza bəy, sizdən imkan bir dənə qəşəng bir şeir eşidərdik, sonra başqa suallara keçərdik. Buyurun. Bunda mən bunu deyim ki, mən şeirləri ki yazmışdım, hər yerdə var idi. Yəni o dəftərdə, bu dəftərdə o korona dövrəsində ki, korona gəlmişdi, koronavirus, evdən çıxanmırdıq eşiyə və mən evdə oturub bu şeirləri bir yerə topladım və dostlardan məndən himayət elədilər. Biraz elə o, necə deyərlər, onun məbləğində də köməkli oldu. Məni təşviq elədilər, mən bunları köçürdüm bir böyük dəftərə, sonra bunları apardım, tayp elətdirdim, sonra hər işini gördüm və bir gözəl kitab çıxartdım. Nə gözəl, maşallah. Bəli. Bu kitabda mənim 60-70 dənə mahnım var. Qalanı da qəzəlim var. Məsələn, şeirlərim var hər mövzuda. Bu kitab Arzular adı qoydum buna. Çünki arzularım gerçəkləşmişdi və hətta baxın bu da vardı burada. Yəni sifariş eləmişəm, hər nəzir olsa bu olsun. Çünki sevirəm ki, biraz görkəmli görsənsin. Mən indi sizə bir şeirimi oxuyayım ki, ana dili haqqında yazmışam. Ana dilim, laylalarla doğulmusan, mənim dilim, laylalarla doğulmusan, mənim dilim, şəkər misən, noğulmusan, mənim dilim, yatmayıbdı anam mənim, gözü qalıb beşiyimdə, layla deyib ancaq mənə, gecə gündüz keşiyimdə, yavaş-yavaş gözəl dilim, sən gəlmisən həyatıma, yayılmısan ilk günümdən, ta ki gedir məmatıma. Hər kəs ilə danışmağa sən olmusan ehtiyacım, şirin dilin saxlayaram, başım üstə səni tacım. Səndən nəğmə söyləmişəm, səndən şeir yazmışam mən.
sənə əyri baxsam əgər, inan yolu azmışam mən. Fəxr edirəm dünyada sən yüksəklərdə səslənirsən. Bizim gözəl gələcəyin dillərində bəslənirsən. Sənə şeir yazaram mən, bəlkə daha yüksələsən. Bir gün açıb qapıların, məktəblərə sən gələsən. Bir gün açıb qapıların, məktəblərə sən gələsən. Bu sərvəti Allahımdan almışam mən, qoruyaram. Ta ki dilim yaşayır mən, insan kimi yaşayaram. Ana dilim, sən kimliyim, əbədi bir nişanımsan. Kamiləm mən, qoruyaram. Sən ürəyin, həm canımsan. Sən ürəyin, həm canımsan. Kamil də mənim qardaşımdır. Maşallah. Şeirdə. Şey deyim, Çox sağ ol. Rıza bəy, mən əvvəllər belə bir şey görməmişdim həqiqətən də. Allah qismət eləsin. Pezeşkiyanı da inşallah Allah həqiqətən də canlı sağ elə düşünürəm. Artıq deyəsəm biz mehribanlaşmışıq və Allahın iznən də yaxşı olacaq. O hər zaman Azərbaycan dilində o qədər qəşəng şey deyir. Bax siz indi dediniz, ağlıma gəldi ki, həqiqətən də inşallah bir gün gələcək, çox mehriban olacaq. Qapılarımız da açıq olacaq inşallah. Bax belə rahat bir-birimizə də Allah onu da qismət edəcək inşallah. Allah canınızı sağ eləsin. Sağ olun ki bizim o dilimizi, hansı ki bax siz burada o duyursunuz. Siz o dili hər zaman səslənsiz, yaddan çıxartmırsınız. Övladlarınıza, qohumunuza, əqrabanıza. Biz orada çox yaşayır. Ona görə də Allah sizi var eləsin. Çox yaşayır. Çox sağ ol. Çox sağ olun. Mən elə buradan yəni bu taydakı mənim yəni bu taydakı qardaşlarımızdan, bacılarımızdan da bir yəni xahişim var ki, hər kəs ki eləyə bilir, ədəbi dilimizi öyrənə bilsin ki, o sosial şəbəkələrdə, televiziyalarda ya hətta o Instagramda, WhatsAppda danışanda öz ədəbi dilimizdə danışaq. Yəni məndən bəzi insanlar intiqad edirlər ki, sən Bakı dilində danışırsan. Mən dedim, mən Bakı dilində danışmıram. Evdə elə Təbriz ləhcəsi ilə danışıram. Ərdəbilinin özünün ləhcəsi var, Şəkilinin özünün ləhcəsi var, Bakının özünün ləhcəsi var. Amma Bakıda, Azərbaycanda, o tayda illər boyu məktəb ki olub ana dilində, uşaqlar ana dilində gediblər təhsil alıblar. Oranın danışığı bizim ədəbi dilimiz olur. Biz evdə eləyə bilirik ləhcə ilə danışmaq. Amma biz gərək belə sosial şəbəkələrdə, televiziyalarda ya məsələ başqa yerlərdə şeir oxuruq, ədəbi cələsələrdir, tədbirlərdir. Hər nə qədər öz ədəbi dilimizdə danışsaq, o qədər gözəl olar məncə. İnşallah. Əminəm ki, bundan sonra daha da yaxşı olacaq Allahın izni. Rıza bəy, Təbrizdə doğulmağınız və oradakı yaradıcılığınıza necə təsir edib? Təbrizdə, Təbriz özünüz bilirsiniz ki, Təbriz bir zamanlar yəni paytaxt olubdu bu məntəqədə, paytaxt idi. Və özünün də özünə görə böyük, yəni sənət cəhətindən, elmi cəhətindən, şeir, musiqi yeri var və böyük insanlar, alimlər, şairlər, musiqiçilər, xanəndələr hər sahədə, yəni hətta idman sahəsində böyük insanlar dünya yəni səviyyəsində, dünya yəni necə deyirlər, buradan alimlər, hər sahədə yəni olan insanlar çıxıbdır. Ona görə Təbrizli olan insan
Mən elə o biri şəhərlərində hər şəhrin özünə görə böyük tarixi var. Mən öz Təbrizimizə hələ tanışıram. Təbrizdə çox böyük inqilablar olub. Məşrutə inqilabı olub, Xiyabani inqilabları olub. Yəni çox böyük necə deyirlər, aydınlarımız olub, ziyalılarımız olub ki, insan yaşa dolduqca ki, məsələn 15 yaşdan oyuna mən kitablar oxudum. Gördüm ki, yani bura bir yerdir ki, burada öz kimliyimizi biz tanımalıyıq. Biz kiçik nəslin bir mesela devamçısı değildik. Bizim ata-babalarımız çok böyük insanlar olublar. Ona göre böyük yazıcıların, şairlərin kitablarını oxudum. Mesela buradan Döktür Cavad heyətlər çıxıb ki, həm qəlb cərrahı olub. Yəni İranda ilk cərrahı, yəni əməliyyatını, qəlb əməliyyatını o əncam verir. Və bir tərəfdən də dilçi və Türk xalqının tarixin axtarıb tapan kitablar yazıb, ayda bir onun dərgisi var idi, çıxardı, Varlıq adlı. Ya Profesör Zehtabılar çıxıbdı. Böyük insanlar çıxıb, Ustad Şəhriyarlar çıxıbdı. Yəni burada olan insan gərək bu varlığına güvənə və mən də elə görmüşəm ki, bu sahələrdə yəni çox böyük insanlarımız olub, çox böyük fəaliyyətlər olub. Səy eləmişik ki, oraya qədər ki, şəxsi həyat icazə verir. Biz də bu işdə bizim də bir əlimiz olsun ki, yəni mən bir söz deyim sizə. Bir dəfə mən fikrə getdim ki, kaş ki insan ölməyəydi, elə qalıydı. Sonra dedim ki, elə varların bəzisi ölür. Amma qalır. Ustad Şəhriyar indi diridir. Döktür Cavad heyət indi diridir. Mən dedim, neyniyim? Bir şeir gəldi fikrimə. Yəni bu mahnı şəklindədir ha. Elə buradan istəyirəm oxuyam. Buyurun. Rəmzi budur. Rəmzi. Diri qalmağın rəmzi budur. Bir dənə elə bir eksizdir. Deyərlər. Xalqını sevərsən, ona can deyərsən. Xalqını sevərsən, ona can deyərsən. Yolunu gedərsən ayəma, əbədi yaşarsan. Yolunu gedərsən ayəma, əbədi yaşarsan. Dərdini duyarsan, bir məlhəm qoyarsan. Dərdini duyarsan, bir məlhəm qoyarsan. Görünər ki varsan ay aman, əbədi yaşarsan. Görünər ki varsan ay aman, əbədi yaşarsan. Bravo. Bu Həqiqətən bravo. Əbədi yaşamağın eksiridir. Maşallah. Həqiqətən bravo. Rıza bəy. Çox sağ olun, var olun. Mən təşəkkür edirəm. Həqiqətən də çox super səsiniz də var. Allah sizi var etsin. Çox sağ olun. Bir də Təbriz televiziyasına gedişiniz və orada orkestr ilə iştirak etdiyiniz dövrü necə xatırlayırsınız? Mən oxuyardım elə. Uşaqlıqdan oxurdum. Və hətta əskərlik dövrəsində elə əskərlər yığışırdı mənim dövrəmə və gözəl sanki konsert verir. Oxuyardım. Əskərlikdən sonra ki gəldim, dostlarımın biri var idi, məndən çox qədim dost idi. Mənə dedi ki, televizyona get. Orada
oxumaq, yəni oxu və orada çalış. Mən müharibə dövrü idi, yəni burada İran-İraq müharibə dövrü idi. Mən baxmayaraq o zamana o elə müharibə necə deyirlər, oxumaqlarından bir neçə dənəsi çox oxuyardım. Getdim televiziyaya, orada səsimi test elədilər və qəbul oldum. Sonra orada bir Hacıağa Dəllalpur var idi. Yəni elə buradan adını ona görə çəkirəm ki, onun gözəl xatirəm var. O mənə dedi ki, bir gün gəl mənlə danışaq. Oradan elə idarədən çıxdıq, bücür küçədən gəldik, danışa-danışa dedi, sənin şəxsiyyətindən mənim xoşum gəldi, gəl elə səni burada mən istihdam edeyim televizyonda, səs qismətində sən çalış. Mən o məzrəklərimi apardım, amma televiziyamızda bizim o musiqi orkestri ki var idi, onun rəhbəri rəhmətli Ustad Əli Səlimi idi ki, ayrılıq mahnısı dünyada məruf olub da, yəni o böyük bəstəkar idi. Və bütün o zaman elə ustadların hamısı diri idi. Yəni böyük o ustadlar hamısı televizyon o orkestrində var idi. O yer ki biz məşq edirdik, televizyonun içində deyildi. Televizyondan çıxardıq, eşikdə bir yerdə idi. Mən də o zaman utancaq idim, çox utancaq idim, çox. Orada ki getdik, məşq elədik, məni mərufluq elədim. Mən orada məşqlərə şirkət elədim, da televizyona getmədim. Gördüm ki, sevmirəm. Getmədim televizyona. Və bu orkestrlə bir il demək olar çalışdıq. Yəni neçə yerlərdə, tədbirlərdə bir şirkət elədik və koro qismətində mən var idim. Dostlarla bərabər idik. Ancaq o televizyona getməkdən bu xatirəm var idi ki, yəni mən orada davam etdirə bilmədim işimi. Çünki o zaman müharibə dövrü idi. Heç bir o başqa mahnı yəni alınmırdı. Orada yəni ifa olunmurdu. Yəni ancaq müharibə o oxumaqları var idi ki, savaş. Vətən, yəni, savaş. Vətənpərvərlik belə deyir adını. Bəli. Nə gözəl. Deməli, Rıza bəy, o dövrün şərtlərinə görə televiziya fəaliyyətinə etməyiniz həyatınızda və sənət yolunuzda nəyi dəyişdi? O dəyişiklik, Namiş müəllim, o dəyişiklik o qədər böyükdür ki, yəni onu təsəvvür edə bilməz biri. Mənim bu istedadım ki var idi, səsim, yəni dostlar deyirlər, gözəl idi və bir tərəfdən də elə... Maşallah. Çox sağ ol. Və musiqi, yəni beynimdə musiqi və mahnı da var idi. Mən əgər oradan imtina etməyəydim, qalaydım orada, mən az müddətdə həm orada elə oxuyacaqdım, həm də getdikcə mən mahnı yazacaqdım. Açılırdı. Getdikcə fəza açılırdı. Mahnı yazmaqlarım səbəbindən, yəni mən özümü tərif etmirəm, amma məndən 10 il, 20 il sonra gələnlər Floridalarda konsert verirlər indi. Michiganlarda konsert verirlər. Mən oradan imtina etməyim. Səbəb oldu ki, mən şəxsi yaşayışa üz tutam və uzaq gəzəm o mühitlərdən. Ona görə bütün nə mənə o mənim əsərlərim var idi ki, gözəl mahnılar ola bilərdi. Orada çalışsaydım elə oranın orkestri ilə. Və bir tərəfdən də indiki kimi olmazdı mənim mali durumum və o məişət şərait. Gözəl qazancım olacaqdı. Bütün mahnılarım indi dünyanı bürümüşdü. Mən indi dünya sahəsində yəni inanın bu yalan deyil, yəni mən o həqiqəti deyil. Bütün səhnələrdə ola biləcəkdim. Amma
mən qaldım, özüm oldum və özümə yazdım, pozdum. Amma 4-5 ildir ki, bu kitabı çıxardandan sonra əncümənlərə getmişəm. Yəni, baxın, bu yaşda ola mən əncümənə 5 ildir gedirəm. Tədbirlərə, şeir, musiqi tədbirlərinə. Nə var özümün qanımdadır ki, belə mahnılar yazılıb, belə şeirlər yazılıb. İndi yenə burası yaxşıdır ki, mən eləyə bilmişəm ki, mahnılarımı 5-6 dənə də olsa, çoxlu insanlar eşidib, sevib və çox paylaşım varımdır. Yəni, dostlar, yəni paylaşımlar olur və çox, necə deyərlər, samballı mahnı hesabında olurlar. Bayağı mahnı hesabında olurlar. Şükür Allah, həm gözəl oxuyursunuz. Mahnılarınız da həqiqətən o şeirin o təsiri də böyükdür. Oxuduğunuz sözlər, o musiqilərdən də bu görünür. Belə baxanda bəy, təkcə bu sizdə deyil ki, bugün əgər bu şans gəlirsə, istifadə edəmirsənsə, orada batır. Bir də görürsünüz, o qədər savadsız, o qədər gəlib bir yerdə iş görür ki, yəni istər musiqi sahəsində olsun, istər şairlik sahəsində və ya ki, yəni mən bundan yaxşı bilirəm. Amma demək ki, mən vaxtında istifadə edim. Yenə də qismət inşallah bundan sonraki yaxşı olar Allahın iznindən. Hələ nə 8 yaş, 18 yaşınız yeni tamam olub hələ. Nə yaşınız var ki? Rıza bəy, şəxsi çətinliklərə baxmayaraq yazdığınız şeir və mahnılar sizin üçün nə ifadə edir? Mənim üçün, yəni, mahnılarım mənim varlığımdır. Mənim həyat yolumun, necə deyərlər, sənədləridir. Və hisslərimin, duyğularımın hər zaman necə hisslər yaşamışam, nə yaşamışam, o dövrlərdə elə hərəsi bir növ, məsələ, o zamanına görə bir, sanki bir yaddaşda qalan mənim o həyat o dövrümdür ki, nələr yaşamışam. Amma onu da deyim ki, mən yəni, məndə bir özəllik var ki, nə qədər də çətinlik çəksəm, həmişə o, necə deyərlər, ruhlandıran insan olmuşam çevrəmi və həmişə xoş baxmışam, şükür eləyən adam olmuşam, gözəllikləri görmüşəm, çox bədbin olmamışam, həmişə iradəli olmuşam. Lap bir zamanım olub, hətta bir zamanım yəni oldu ki, mali durumdan lap sıfır şəklə gəldim. Amma özümü eləyə bildim qalxızam. Niyə? Ona görə ki, heç zaman uduzmağı qəbul etmədim. Qəbul etmədim ki, mən yıxılmışam. Çalışdım. Hətta 6 ay getdim, Türkiyədə qaldım. Orada da çalışdım. Və Allaha şükür olsun ki, eləyə bildim ki, normal da olmasa yenə qaytaram. Yəni, o həyat şəklini ki, biraz rahat olam da, biraz rahat olam. İndi məsələ təqaüdə çıxmışam. Az da olsa bir aylıq məsələ ala bilirəm və başqa çalışmalarım da var, görəm mahnılarımı məsələ eləyə biləm ki, satışa məsələn, o mahnılar ki, istəyirlər. Bəlkə elə biraz düşüb yoluna. Görün, nə eləyə bilirəm. İnşallah. Bir də bir şey deyim, Rıza bəy, ruhdan düşməyəsən. Düz deyirsiniz siz. Məsələ deyək, bugün mənim ki, səbəblərdən çəkişim, mən bax belə eləyirəm də, mənim imkanım olsa, sizinlə bir yerdə, başqa bir yerdə də çəkiş edə bilərik. Hələ ki, imkanım o vəziyyətlidir ki, bax, belə çəkişlər edirəm, amma ayrılmıram bu işimdən. Bəli. Çünki qanıma işləyir. Məsələn, qıraqdan baxanlar deyir ki,
Neynirsən belə şey ki? Yox deyirəm, bu mənim elə bilirəm ki, bu da mənim bir balamdır. Bu proqramlar mənim bir balamdır. Anlamaq olmur Bəli, onlarla. Yəni ona görə də bəli, insan bəli. gərək içindən istəsin. Olsun ki, bu işlə yaşasın. Və ona görə də görürsünüzmü, siz təqaüdə çıxırsınız, amma yenə də yazırsınız, yaradırsınız Allahın izni ilə. Bu şey sizin qanınıza hopur. Allah uğurlu Bəli, bəli. etsin, inşallah etsin. O hər bir insanın Çox bir pis vəziyyəti də olur. O pis vəziyyət hə. ömürlük olmur. Allahın izni ilə düzəlir və şükür Allaha ki, düzəlir. Bəy, korona dövründə bayaq söylədiniz ki, evdə kitab əmələ gətirdiniz və o kitab halına saldığınız şeir və mahnıları öyrəndi. Bu kitab sizin üçün nə demək? O kitab mənim yazmışam da, adını da qoymuşam Arzular, yəni kitabı. Nə arzularım var idi ki, məsələ o necə deyərlər, arzum o idi ki, mənim şeirlərim yığışsın bir yerə, bir kitab olsun və eləyə bilim ki, həm onu dostlara verəm ki, vermişəm. Bir tərəfdən də hamısı yığışsın bir yerə, itib batanı olmasın. Və əlbəttə o mənim ilk kitabım idi. Bəzi məsələ o qusurlar da ola bilər. Amma orası yaxşıdır ki, hamısı yığışdı bir yerə şeirlərim və indi amma çoxlu mahnım var ki, dəftərlərdədir, hələ kitab olmayıb. Yəni məsələ indi mənim maddi mali şəraitim yaxşı olsaydı, elə bu kitabda olan mahnılarımla yeni mahnılarım ki, məsələ olar bir 40-50 dana, onları da yığıb bir balaca kitab edərdim. O da məsələn gün üzü görərdi və millət də ondan istifadə edərdi. Amma hələ qalır. Görüm nə edə bilirəm. Mən o dövrdə yəni gözəl xatirə ola bilər ki, lap o pis dövrü ki, koronavirus dövrü idi. Mən o dövrdə evdə qalmaqdan istifadə elədim ki, gördüm ki, korona bitəndə mən kitab da çıxartmışam, 5-6 dənə də mahnı oxumuşam, istudiolarda yazdırmışam. Maşallah. Görürsünüzmü? Gözəl tərzdə istifadə eləmişsiniz. O zaman tərzdə istifadə eləmişsiniz. Bəli. Aydın insanlar həm edirlər. Aydın insanlar vaxtın, zamanın dəyərin bilirlər sizin kimi. Çox sağ olun, çox sağ olun. Rıza bəy, 2000-ci ildə Türkiyədə yaşadığınız Marmara zəlzələsi və acı günlər yazdığınız mahnı yansıdı. Mən yəni Türkiyəyə ona görə getdim ki, mən burada iqtisadi cəhətdən tam bitmiş şəklə gəldim. Ailəm burada ola, əlbəttə o zaman mənim qızım 2 yaşında olardı. Eləyə bildim ki, məsələn, onu tapşıram ailəsinə və onları tapşıram ailələrinə, özüm gedəm Türkiyəyə. 6 ay mən orada çalışdım. Mən əvvəllər ki getmişdim ora, orada yaxşı idi. Yəni deyirdik, gülürdük. Məsələ o İstanbula mahnı yazırdım. Ya məsələ şən mahnılar da yazırdım. Ancaq mənim bir necə deyirlər, böyük dərdim olmuşdu. O da odur ki, ürəyim ki çox nazik idi. Balaca qızım qalmışdı burada və ailəm. Mən orada bir gün olmadı ki ağlamıyorum. Yəni orada bir yerdə çalışırdım. Bir çayxana kimi bir yer idi ki, eşiyi də döşənmişdi. Bir qoca bəy var idi. Oranı bağlamışdı. Sonra görmüşdü ki, evdə oturanmır. Gəlmişdi, açmışdı, işlədənmirdi. Mənə dedi ki, sən buranı çalışdıra bilsən, mən sənə belə həm yemək verirəm, həm pul verirəm. Mən oranı elə çalışdırdım ki, təkimə. İnanın. Məni, hətta o kasanı qoymuşdu mənim ixtiyarıma. Yəni o pulları mən axşamdan axşama verirdim ona. Tam sədaqətlə orada çalışdım. Tam sədaqətlə. Və
orada çalışırdım, gedirdik o həftənin o tətil günləri gedirdik Gülhane Parkına. Gülhane Parkında gözəl müğənnilər, o şarkıçılar gəlirdilər ora. Mesela biri elə rəhmətli o Muazzez Əbbasi ki, yeni dünyasını dəyişdi. Çox üzüldüm, çox üzüldüm. Çox böyük oranın türk sənət musiqisi ki, mən türk sənət musiqisinin aşıqıyam. Yəni Zərki Morənləri, Emil Şahinləri, necə deyərlər, Muazzez Əbbasilərin doğrudan əsərlərinə qulaq asardıq. Və necə, mən orada çalışırdım. Amma sonra ki bu deprem oldu, orada istəyirdim bunu deyəm. Mən orada çalışa oranın o sahibi gəlirdi ki, dostlar deyirlər ki, yenə bu ağlırdı. Yenə bu ağlırdı. Niyə ağlayacaqsan, dur ged evizə. Deyirdim, yox, ağlamır. Yəni, çox o qüssəli günləri idi. Çox qüssəli günləri idi. Ailəmdən ayrı düşmüş. Və özəlliklə qızım 2 yaşı var idi. Sonralar o depremdə mən bir mahnı yazdım. O, yəni, səhnələr ki görmüşdüm. Mesela bir qız uşağın elə öz qızım yaşındaydı. 4 gündən sonra, 5 gündən sonra topraq altından çıxardırdılar. İnanın, ağlamaq deyirəm ha, ağlamaq deyirəm. Daha xəstələnirdik ağlamaqdan. Çünki o xalqı mən elə bilər-bilməz. O zaman türkçülük yox idi ki, hələ biz yeni o Türkiye'ye gedirdik. 24 yıl bundan öncənin söhbəti. Amma o qanımda var idi. Mən inanın ki, o bacı qardaşlarımızın o günündə ancaq eləyə biləydim əgər maaşım, yəni icazə verəydi, dolanışım icazə verəydi, gedərdim o depremin o məntəqəsinə, orada da çalışardım ki, yardım edəm. Yəni o qədər sevərəm Türk xalqın. Onlar bizim qardaşlarımız, bacılarımızdılar. Bəli. Və oranın dərdlərin 10-15 min nəfər adam öldü. 10-15 min nəfər. Deyirdi, mesela xəbərlərdə deyirdi ki, o apartmanlar çökmüşdü dəryanın içinə, dənizin içinə. Yəni insanlar diri-diri boğulmuşdu, ölmüşdülər. Baxın, yəni çox faciəvi, yəni bir deprem idi ki, biz orada gördük və məncə yəni bizə çox şok varid oldu ki, belə insanlar qırıldılar. Hətta mən özüm yaralandım, İstanbul'da yaralandım, apartmanımızda qaçdıq, töküldük bir-birimizin üstümüzə. Və o səbəbdən bazar bağladı, alışveriş dayandı və mən çalışamadım, gəldim. Yəni qayıtdım, gəldim Təbrizə. Yoxsa orada çalışmam qəşəng idi və yəni eləyə bilirdim. Para da hətta göndərəm bura. Belə. Siz deyirsiniz Rıza bəy, elə təzəlicə deyəndə bir neçə il bundan məsələ Adıyaman'da, Kahramanmaraş'da bir çox yerlərdə oldu ki, zəlzələ deprem. Allah həqiqətən 50 min. Türk millətimizi qorusun. Həqiqətən Allah Türkiyəmizi qorusun. Əl çəkmir. Bu günə qədər də orada xırda deprem. Allah qorusun və bir daha olmasın deyə inşallah. Mən orada bir dənə mahnı yazmışam o depremə ki, bir zaman gedə bilsəm, Türkiyədə gedə bilsəm, orada bəlkə onu da eləyə bildik ki, mesela bir dostlar tapaq çalsın da mən oxuyam. Yəni onu saxlamışam, geçsəm onu orada oxuyam. İnşallah. Allah qismət elə hamımız gedib o sizin arzunuzu orada yetirərik Allah'ın izni. Çox sağ ol. Çox sağ ol. Rıza bəy, həqiqətən çox gözəl bir proqram və verilişimizin sonlarına yaxınlaşırıq. Və son olaraq Bakı səfəriniz, böyük sənətkarla görüşləriniz və Azərbaycanın televiziyalarına çıxışlarınız olub. Bu haqda da təəssüratlarınız
istəyərdik və sonra inşallah proqramımızın sonunu. Çox Buyurun. sağ olun. Bu sual çox özəl, yəni mənə özəl bir sualdır. Çünki Bakı səfəri deməyin, nə gözəl idi, nə gözəl idi. Yəni mən 8 il bundan öncə bir dəfə gəlmişdim Bakıya. Amma o turisti kimi gəldik və qayıtdıq. Bu dəfə mən çox çalışırdım ki, gedəm ora. Yəni gedəm Bakıya və amma yollar bağlı idi. Bəli. Bəzən deyirdilər Tehrandan olacaq, bəzən deyirdilər İstanbuldan gedə biləsən. Elə ta ki bir gün gördüm ki, deyirlər Təbrizdən uçaq qoydular. Yəni bu bir böyük şans idi mənim qabağıma çıxdı. Mən inanın onu eşitdim, getdim bir kredit götürdüm ki, deyə bilirəm ki 100% çəkilir üstünə. 100%. Və amma mən uçaqla getdim ora. Uçaqla. Və orada ikinci gün, hələ bu gün yetişmişəm ora. Dostlardan mənə gedəndə də, orada da yardım etdilər. Hotel tutdular, yer tutdular, para xərclədilər. İkinci gün məni kim çağırsa toya yaxşıdır. Kim? Gülyana xanım Məmmədova. Vay vay, maşallah. Gülyan xanım Məmmədova. Ne? O ikisi məni apardılar toya. Nə gözəl toy. Toy deyirəm. Mən deyirdim bəlkə cənnətə getmişəm. Çünki o mahnılar sonra oxudular. Çoxları, yəni o bədbin insanlar həmişə deyirlər ki, zamanət dönübdür, zamana xəl olmayıbdır. Baxmayaq. Baxışımızı biraz düzəldək. Yəni indi toylar var ki, mən Bakıda toylarda gördüm. Elə toylar var ki, əvvəldən axıra qədər əsl xalq mahnıları, gözəl mahnılarımız oxundu. Filmlərini də mən çəkmişəm, gətirmişdim. Heç birində bayağı mahnı eşitmədim mən. Bəzi xanəndələr var, mən məcburam bunu deyəm. Danışanda deyirlər ki, mən gedirəm toya, məcburam, məsələ, məndən istəyirlər bu mahnını oxu. Mən deyirəm ki, xanəndə bir müəllimdir. Müəllim şagirdinə bir şey öyrədər, ya şagird müəllimə. Necə oldu ki, Gülyana xanım getdi toyda 5 saat toy apardı, bir dənə bayağı musiqi oxumadı. Bəs burada qalıbdı o müəllimin özünün o yol göstərməsinə ki, o tamaşası bundan elə gözəl ifalar eşitsin ki, başqa bayağı mahnıya meyil göstərməsin. Və ondan sonra Şahin müəllim İsmailov məni çox gözəl qarşıladı. Nizami müəllim Kəlbəcərli məni çox gözəl qarşıladı. Yəni, hətta getdik, məsələ, yeməyə, ya məsələ, çox gözəl çay içməyə, belə. Və orada böyük şairlərlə, şairələrlə, yazarlarla ki, öncədən dost idik WhatsAppda, onlar mənim qarşıma gəldilər, çıxdılar. Məni, məsələ, qarşıladılar, getdik, otduq. Məsələ, 5-6 saat bir yerdə oturduq, danışdıq. Gözəl günlər, yəni 19 gün mən orada qaldım. Maşallah. Hətta bir şairimiz var, Əlövsət müəllim. Onun soyadı yadımda deyil. Əlövsət müəllim məni apardı Noaxanlıya. Orada getdik, yedik, içdik, danışdıq, oxuduq, qayıtdıq Bakıya. Yəni, çox gözəl insanlar. Kitabxanalara məni çağırdılar, tədbirlərə məni çağırdılar. Və dostlar məni çox gözəl qarşıladılar. Mən orada, necə deyərlər, milləti də çox gözəl gördüm. Yəni, çox mehriban gördüm. Çox gözəl qarşıladılar məni. Və necə deyərlər, mən yadıma gəlir, bir gün küçədə gedirdim, böyük bir küçə idi. Yəni, biz xiyavan deyirik. Böyük maşınlar gəlirlər, gedirlər. Orada mən gecə idi, elə filmin də çəkmişəm. Bu
şeir gəldi fikrimə. Gəlmişəm Bakı, səni görəm ta ki, ürəyim dincəlsin. Gəlmişəm Bakı, səni görəm ta ki, ürəyim dincəlsin. Basıram bağrıma, dərmansan ağrıma, qoy göz yaşım gəlsin, qoy göz yaşım gəlsin. Sən mənim canım, ruhum, rəvanım, Azərbaycanım. Baxıram Bakıya, baxıram Təbrizə, qoy səsim gürcəlsin, qoy səsim gürcəlsin, dünyaya yüksəlsin. Gözlərimdən yaş tökülürdü. Bunu oxudum. Maşallah. Həqiqətən sizə halal olsun. Və proqramımızı izləyənlərə də xoşuna getdi. Çox ki, belə səmimi, belə gözəl proqramımıza qatıldınız. Təşəkkür ki, Çox sağ olun. dəyərli zamanınızı, Çox sağ olun. vaxtınızı ayırdınız və proqramımıza ayırdınız. Son olaraq son sözünüzdə bizi dünyadan izləyən türk qardaşlarımıza son sözünüzü də söyləyin və proqramımızı buyurun. Mən bunu deyə bilirəm ki, Türk milləti ırqçı millət deyil. Türk milləti terörist millət deyil. Türk milləti insan sevər və dünyanı sevər, sülh sevər və yaşayışa meyilli bir millətdir. Gözəl xalqımıza, Türkiyədə, elə bizim bu tayda, o tayda, hər harda Türk milləti var. İnşallah heç zaman necə deyərlər, savaş görməsin. Bəli. Qonşularla gözəl yaşayış olsun. Bütün, yəni bizlər, qonşular, hamımız dostca yaşamağı mən arzu edirəm Allahdan ki. Sərhədlər də getdikcə açılar inşallah. Dostluqlar gözəlləşər, çoxalar, gəlgit çoxalar. Bizim arzumuz, yəni Türk millətinin arzusu sülhdür və heç milləti özünə düşmən bilmir və mənim də dostlarımıza və o adamlar ki, o insanlar ki, mənə məhəbbət ediblər, hamısına təşəkkür edirəm. Yəni o zaman da Türkiyədə gözəl insanları görmüşəm. Onların kanallarında Türk sənət musiqilərindən ləzzət eləmişik. Azərbaycanımızı da mahnıların uşaqlıqdan eşitmişik, sevmişik. Onlarla yaşamışıq, bu yaşa çatmışıq. Hamıya xoş günlər arzulayıram və sonunda onu da deyim ki, son günlər idi ki, yəni sezona görə mən eləyə bilməmişdim televizyonlara gedəm. Televizyonlarda çalışanlar yox idi, hələ iş taza başlayırdı. Amma o televizyonlardan ikisinə mən gedə bildim. Birisi Kanal S idi ki, məhəbbətli Tapdıq qardaşımın verilişində mən iştirak etdim. Mahnılarımı oxudum, şeirimi oxudum və gözəl də alındı. Təşəkkür edirəm və Dünya TV-də də Xuraman xanımın verilişinə getdim. Çox gözəl qarşılandım. Orada da mahnılarımı oxudum. Son günüm idi, yəni o gün ki, Dünya TV-dən mən çıxdım və onun səhəri Bakıya vidalaşdım və Təbrizimizə qayıtdım. Gözəl Təbrizimizə və gözəl millətimizə hər halda olsa can sağlığı arzulayıram. Sizə də Namus müəllim,
Təşəkkür edirəm bu verilişinizə görə, bu necə deyirlər, canlı yayımıza görə. Hər kəs bu işlərdə əməyi var. Təşəkkür edirəm. Var olun və tamaşaçılarımızdan da təşəkkür edirəm ki, yorulsalar da baxıb və bu necə deyirlər, mənim sözlərim və mahnılarımı eşitdilər. Estağfurullah, heç bir yorulma xoş idi. Əminəm ki, bizi izləyənlərin də xoşuna gəldi. Bir olun, uğurlar sizə də işlərinizdə. İnşallah gələcəkdə işlərində görüşənədək Allahın izni və yardımı ilə. İnşallah. Çox sağ olun. Çox sağ olun. Minnətdaram. Çox sağ olun. Sağ olun əziz izləyicilər. Gələn görüşlərədək. Kenarında mən səni gördüm, İpək saçlarını əllərimlə ördüm. Dəniz kenarında mən səni gördüm, İpək saçlarını əllərimlə ördüm. Sənə könlümü verdim, səni sevirəm dedim. Sənə könlümü verdim, səni sevirəm dedim. Əllərimə aldım, Günəş batdı sənlə baş başa qaldım. İsti əllərimə aldım, Günəş batdı sənlə baş başa qaldım. Sənin oduna yandım, eşq oduna inandım. Sənin oduna yandım, eşq oduna inandım. Qəlbimi alsan da sən, yerlərə salsan da sən, qəlbimi alsan da sən, yerlərə salsan da sən, ömrümü çalsan da sən, yenə sevəcəyəm mən. Ömrümü çalsam da sən, yenə sevəcəyəm mən. Yenə sevəcəyəm mən. Yenə sevəcəyəm mən. Yenə sevəcəyəm.